Salam. Bu günləri hətta qaraciyər sirrozunun öhdəsindən gələn bir alaqotu haqqında sizə məlumat vermək istəyirəm. Hamınızı xoş gördüm. Videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Bu ot zəncirotudur. Zəncirotu qaraciyərin funksiyalarını dəstəkləyən mükəmməl bir yabani bitkidir. Əsrlər boyu ondan istifadə olunub, çox güclü alaqotu sayılır. Onun faydalarını bir-bir sadalayım. Birincisi, əla sidik qovucudur. İkincisi, qaraciyərin piylənməsini əhəmiyyətli dərəcədə azaldır. Üçüncüsü, lipidlərin yığılmasını əngəlləyir. Dördüncüsü, qanda şəkərin səviyyəsini aşağı salır. Beşinci, insülin direncində böyük xeyri vardır. Altıncısı, qaraciyərdən öd axınını yaxşılaşdırır və nəhayət, öd kisəsində daşların əmələ gəlməsinin qarşısını alır. Zəncirotunun istifadəsində göstəriş və əks göstərişləri nəzərə almaq mütləqdir. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.